növbəti bir əlamətdar hadisə bugünkü 3-cü cildin işığı üzü görməsi 144 deməli müxtəlif 20 təsnifatda orada strukturda yer alması Qərbi Azərbaycan yer adları, dini abidələr və s. çox belə deyək ki, təsnifatı geniş rakursdadır. Burada təbii ki, ilk öncə mən istəyərdim Qərbi Azərbaycanla bağlı terminoloji olaraq bu məsələnin strateji əhəmiyyətindən bəhs eləyəm. Çünki burada toxunuldu və Cumhuriyyət dönəmindən bəhs olundu. Xatırladaq ki, həmin dönəmdə də İrəvan quberniyasının 7 qəzasından yalnız 2 qəzasında yaradılmışdı bu İrəvan dövləti və İrəvan şəhəri də siyasi mərkəz kimi o 2 qəzanın mərkəzi nəzərdə tutulmuşdu. İrəvan quberniyası verilməmişdi. Bu məsələyə həmişə diqqət vermək lazımdır. Çünki Cumhuriyyət dönəmindən bəhs eləyəndə biz deyirik ki, məhz İrəvan quberniyasının qalan qəzalarında hakimiyyət inzibati reformalar keçirilirdi. İnzibati orada işlər görülürdü. O cümlədən Azərbaycan Cumhuriyyətinin parlamentinin sonuncu qanunu ki, aprelin 22-sində qəbul olunmuşdu. Gəncə qəzasının 2 yerə bölünüb Şəmkir qəzasının yaradılması ilə bağlı. Bax, o Şəmkir qəzasına Göyçə gölü ətrafındakı 34 kənd daxil idi. Yəni, bu məsələlər hüquqi müstəvidə bizə bugün imkan verir ki, biz Cumhuriyyətin varisiyik və varisi olduğumuza görə həm də söhbət orada mübahisəsiz bizim xeyli torpaqlara bugün iddia etməkdən getmir. Amma məsələ odur ki, bu iddia üçün də bugün və 30 illik aparılan o savaş imkan verir ki, erməni dövləti nə şifahi formada, nə də yazılı formada imzaladığı sazişlərə əməl eləməyibdir. Yəni, hüquqi müstəvidə bizim imkanımız var ki, o dövlətin tarixən götürmədiyi öhdəlikləri əməl edilməməsi kontekstində bugün sülh müqaviləsinin bağlanması prosesinə də bu məsələləri ciddi almaqla yanaşmaq və bu Cumhuriyyət dönəmi, bəli, elə ki, deməli, istəyir İrəvan quberniyasının erməni dövləti hakimiyyəti olan hissəsinə də Azərbaycan Cumhuriyyəti biganə qalmayıbdır. İrəvan həmyerlilər cəmiyyəti yaradılmışdı və erməni idarəçiliyinə keçmək istəməyən əhali Cənub-Qərbi Qafqaz Respublikası yaratmışdı. Araz Türk Cumhuriyyəti yaratmışdı. Bunlar Azərbaycan tarixinin, Azərbaycan dövlətçiliyinin ayrı-ayrı hüquqi baxımdan mövcud olmuş səhifələridir. Yəni, biz bunları görməkdən gələ bilmərik. Digər tərəfdən isə Sovetlər dönəmi, 20-22-ci illər, bəli, Ararat Respublikasının 29 min kvadrat kilometr səviyyəyə çatmasını təmin edən əsas şərt məsələ o 20-22-ci illərdə əsasən Zakfederasiya yox idi. Azərbaycan onun tərkibində deyildi. RSFSR mövcud idi. Yalnız partiya qərarları ilə, Mərkəzi Sovet hakimiyyətinin partiya qərarları ilə Azərbaycan torpaqları daşnaq hakimiyyətini şirnikləndirmək üçün orada Sovet hakimiyyəti qurulandan sonra da güzəştə gedildi. Yəni, bugün bizim hüquqi müstəvidə həmin torpaqları da danışıq predmeti eləməyə tam haqqımız var. O cümlədən də Zəngəzurun dağlıq hissəsi, qərb hissəsindən söhbət gedir. Və bu baxımdan o qərarlar, partiya qərarları heç də Azərbaycan xalqının iradəsini nə ifadə eləməyibdir və partiya qərarları səviyyəsində də məsələ həll olunubdur. Bu baxımdan mən bu Qərbi Azərbaycan ifadəsinin bu qədər strateji əhəmiyyət kəsb etdiyini vurğulamaq istəyirəm. Çünki bir də bilirsiniz necədir, analoq olmayan bir şeydir ki, Azərbaycanın tarixi torpaqları bugün qonşu dövlətlərin ərazisində var. Amma onlarda Azərbaycanlılar da yaşamaqda davam edir. Amma Ermənistan Respublikası elə bir ərazidir ki, burada təkcə bizim o inzibati statuslu dövlətçiliyimiz məhv olmayıb. Eyni zamanda o ərazilərlə yanaşı nəinki Azərbaycan xalqından bir nümayəndəsi yaşamır, eyni zamanda ona məxsus olan tarixi, mədəni, maddi irs məhv edilibdir. Söhbət bundan gedir ki, bax, bunun analogu yoxdur. İndi təsəvvür edirsiniz ki, bugün Cənubi Qafqazda 3 respublika var. O 3 respublikadan 2 respublika faktiki olaraq elə Azərbaycan torpaqlarını birləşdirən bir inzibati vahidin müxtəlifliyidir.
Yəni belə bir situasiya ilə biz qarşılaşmışıq və bunun səbəbləri bəllidir. Hamı bunu gözəl bilir. Sadəcə mən Əli müəllimin o hüquqi müstəvidə bu məsələlərə yanaşmaq tendensiyasını, baxış rakursunu deyərdim ki, son illərdə bir-iki məqamlar var ki, heç onu eşitməmişik ki, həmin baxış bucağından Əli müəllim o məsələlərə yanaşdı və deportasiya məsələsi. Bəli, müstəqillik dönəmində də SSR dövründə xalqların deportasiyasından bəhs olunan akademik nəşrlər var, sənədlər topluları var. Mən Moskva səviyyəsində nəşr olunanlardan söhbət edirəm. Amma onların içərisində açıb baxsaz, Azərbaycanlıların deportasiyasından bağlı nə bir sənədə, nə bir mövqeyə rast gələ bilmərik. Çünki kifayət qədər Sovet dövründə onu bir başqa məzmunda deməli təqdim eləyiblər. Amma mahiyyət baxımından bəli, Əli müəllim siz toxundunuz ki, Azərbaycan rəhbərliyi də adekvat olaraq bunları eləyibdir. Amma onu eləməyə məcbur idi. Çünki yenə də yuxarıdan göstəriş gəlirdi. Amma bir məsələ var idi. 45-ci ildən sonra çox gözəl bilirsiniz ki, yenə də Qarabağın dağlıq hissəsinə iddia qaldırılanda Azərbaycan rəhbərliyi bəli, orada çox önəmli bir sənəd Tarix İnstitutunun xətti ilə ortaya qoydu. O tarixi arayışı ki, adekvat olaraq belə. Amma 88-89'larda biraz orada fərqli məqam idi. Fərqli məqam idi. Sizin dediyiniz məqam 88-89 arası eləmək imkanı var idisə 90-91-ci illərdə bu müharibə fazası idi. Amma o 80-89'da nəinki bu Azərbaycanlıların geri dönüşünü təmin eləmək, Dağlıq Qarabağda yaşayan Azərbaycanlıların o Voyska komitəsinin yaradılması ilə oradan artıq çıxarılması həyata keçdi. Və mən həm də o məsələnin şahidiyəm ki, Qərbi Azərbaycandan o vəziyyətdə ki, Biləcəriyə qatarlar daxil olmuşdu. Əmr verildi ki, dərhal 28 maydan, 28 maydan qatarlar Biləcəriyə geri çəkilsin ki, Bakı əhalisi görməsin ki, onlar hansı vəziyyətdə gəlibdir. Bu məsələlər örtbasdır edilirdi. Bu bir tarixi faktdır. Çünki həmin dönəmdə mən tarixi muzeyində işləyirdim. Püstə xanım Əzbəyeva deməli SSR xalq deputatlarından biri idi. Ona da müraciət olunmuşdu. Yuxarıdan göstəriş gəldi ki, 28 maydan qatarlar Biləcəriyə çəkilsin, əhali görər və emosiyalar digər bir milli münaqişə yaranar. Bax, bu məsələlərdə bəli, sizin dediyiniz kimi Azərbaycanlıların Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşdirilməsi, bu kimi addımlar atmaqla məsələnin qarşısını həmin dövrdə tənzimləmək olardı. Yəni, bilirsiniz necədir? Mən deyərdim, bəlkə də bu məsələni indi necə qarşılayarsınız? Müstəqillik dönəmində daha çox İrəvandan uzaq düşdük. Nəinki Cumhuriyyət Sovetlər dönəmində. Niyə? Çünki Azərbaycanlılar orada yaşayırdı. Var idilər, mövcud idilər. Amma indiki zaman nəsil keçdikcə biz daha çox yadlaşırıq və bugün sübut eləməyə çalışırıq, o torpaqlar bizimdir. Burada bir məsələ var. Sovetlər dönəmində Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı olan mövzular, Albaniya ilə bağlı olan mövzular ermənilərin inhisarındaydı. Erməni akademik elminin inhisarındaydı. Eyni zamanda, baxın, nə böyük zəhmətdir ki, Əfqan müəllim bugün bu kitabı ərsəyə gətirib. 526 istinadla, ilk baxışda çox rahat görünə bilər. 526 istinadla bunları toplayıb, təqdim eləyibdir. Amma Sovetlər dönəmində Azərbaycanlılar yaşayan o kəndlərdə, o məzarlıqların olduğu dönəmdə bunları eləmək necə rahat idi? Yəni, eləmək mümkün idi də onları. Amma dediyimiz kimi o elmi tədqiqat inhisarı akademik elmdə, o baskılar sanki bu sahəni tamamilə Azərbaycanlıların əlindən almışdı və bu məqsədli idi, elə bir təsadüfi deyildi. Yaxşı, folklor baxımından, mətbəx və s. İndi nə bizə mane olur? Nə olur? Nə yaxşı ki, indi struktur baxımından Tarix İnstitutunda, Ədəbiyyat İnstitutunda, bu yaxında folklorda da görürəm ki, o Qərbi Azərbaycanla bağlı bu məsələlər, tədqiqat işləri aparılır. Amma bilirsiniz necədir? Yenə də məyus olunan bir haldır ki, Azərbaycanın tarixi coğrafiyasını Azərbaycan Respublikasının poeziyada işıqlandıran şeir parçalarına mən diqqət eləyirəm. İrəvan bölgəsindən olan torpaqlar o şeir parçalarında yoxdur. Səməd Vurğun
Dilicanı gətirdi o poeziya, o şeirdə oturtdu Dilicanı. Amma müasir dövrdə nə baş verir ki, Təbrizi deyirik, Dərbəndi deyirik, Azərbaycan ərazilərinin tarixi coğrafiyasını poeziyamızla başqa məsələlərdə işıqlandırmırıq. Yəni bu cəmiyyətdə yaddaşma vaxt var idi ki, yazılırdı İrəvandan Şuşaya qədər bu kəlmə gedirdi. Şuşa qalasının İrəvan qapısı tarixi statusunu bərpa etdi mi? Bir İrəvan qapısı var Şuşa qalasının. Gəncə qapısı deyilir. Bəs o birisi qapı. Bunlar strateji məsələlərdir. Şuşa qalasına gedəndə İrəvan qapısını o gələn əcnəbilərə təqdim eləyəndə onun psixologiyasında bu oturmalıdır ki, bu İrəvan yad bir məkan deyildi bunlara. Digər tərəfdən mən bir-iki təklif vermək istəyirdim ki, siz çox gözəl Zahid müəllim, sosial tədqiqatlarla baxıb xüsusi buraxılışlar hazırlayırsınız. Və bizim Azərbaycan cəmiyyətində məhz o İrəvan bölgəsi ilə bağlı hesab edirəm ki, belə bir sorğunu aparıb cəmiyyətdə bizim nə dərəcədə dəyərə onda mənim təəssüf ki, xəbərim yoxdur o nəticədən və hər dəfə fikir verirəm ki, mətbəxlə bağlı, kulinariya ilə bağlı elə mağazalarda və s. də İrəvana məxsus olan şirniyyatlar niyə öz adı ilə orada göstərilmir? Bunlar kiçik məsələlərdir, amma inandırım sizə, cəmiyyət ən çox gündəlik bunu görür. Mətbəx səviyyəsində bu məsələlərə diqqət verilməsi də çox önəmlidir. Digər tərəfdən çox istəyərdim ki, Türk Dövlətləri platformasında da məhz Qərbi Azərbaycan maddi mədəni mirası ilə bağlı akademik səviyyələrdə də beynəlxalq konferanslar, tədqiqat işləri paralel aparılsın. Bu da çox önəmlidir. Çünki o qədər məsələlər var. Sadəcə çox təşəkkür edirəm ki, geniş vaxt imkanı verdiniz. Yenə də növbəti dəfə demək istəyirəm ki, Əfqan müəllimin bu kitabı həm Albanşünaslıq üçün, həm İslam elmi tədqiqatları üçün çox böyük bir açardır, imkandır. Monoqrafiyalar yazmaq asandır. Belə əsərləri ərsəyə gətirmək çətindir. Ona görə bu yer adları ilə bağlı məsələlərdə Mahirə xanıma qatılıram ki, çox gündəmdə olur. Mehri yazılsın, Meğri yazılsın. Baxdım, gördüm, burada Meğri yazılır, Muğ tayfaları ilə bağlı. Çünki həmin məsələlər jurnalistlər də müraciət eləyir. Mütəxəssis əgər bunu son sözünü deyirsə, akademik elmdə də oturacaqdır. Mən uğurlar arzulayıram, istər Sosial Tədqiqatlar Mərkəzinin işində, Qərbi Azərbaycan icmasının işində və Əfqan müəllimə də xüsusi təşəkkürümü bildirirəm belə bir kitab üçün.